Ey Füzuli, intihasız zövq buldun ey Nesimi. Çünkü iş fənnilərindən işlənir. Şərh zülfün gecələr seyyidi qoymuş bidar. Gerçi əfsanə uzandıqca gözü xab. Öylədir hərdiş ki həqqali ilə qılsan iqtidar. Gerçi əfsanə taze qanı dünyada bu uqbada qəmidən beydəmən. Salam əziz və dəyərli izləyicilərimiz. Bir neçə aylıq fasilədən sonra işıqlı yol verilişində yenidən sizləri xoş gördük. Bugünkü verilişimizdə 19-cu əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Seyid Əzim Şirvaninin qələmə aldığı bir əsəri sizlər üçün şərh etməyə çalışacağıq. Əsərin mətləb beyti belədir. Kənar-ı ləl-i ləbində siyah-ı xal-ı Muhammed, kənar-ı çeşme-i zəmzəmdədir Bilal-ı Muhammed. Bu dəyərli əsəri inşallah qonağımızın köməkliyi ilə şərh eləyəcəyik. Yeri gəlmişkən dəyərli qonağımızı sizə təqdim etmək istəyirəm. Filologiya üzrə fəlsəfə doktoru Mirzə Varağa Almaslı. Mirzə Varağa müəllim, xoş gəlmisiniz verilişimizə. Sağ olun, təşəkkür edirəm. Mən də verilişin yenidən həyata vəsiqə alınmasını, davam etməsini alqışla, fərəh ilə qarşılayıram. Biz də sizə təşəkkür edirik ki, bizim dəvətimizi qəbul edib yenidən verilişimizə təşrif gətirmisiniz. Borcumuzdur. Var olasınız. Acı biz bundan qabaqki verilişlərimizdə bir neçə dəfə Seyid Əzim Şirvaninin qələmə aldığı əsərləri təhlil eləmişik. Ancaq bu əsərin həqiqətən də özünə məxsus bir gözəlliyi var. Həm zahiri mənası var əsərin, həm də ki, batini dərinliklərinə də varmaq olar. Elə istəyirsiniz mətləb beytdən başlayaq. Kənar-ı ləl-i ləbində siyah-ı xal-ı Muhammed, kənar-ı çeşme-i zəmzəmdədir Bilal-ı Muhammed. Elə istəyirdik ki, bu beytdən başlayaq. Burada kənar-ı ləl-i ləbində deyəndə Seyid Əzim nəyi nəzərdə tutur və kənar-ı çeşme-i zəmzəmdədir Bilal-ı Muhammed deyəndə nəyi nəzərdə tutur? Mən elə sizin bu mətlə sözünün üzərində qurulan sualınıza bir qədər uzaqdan cavab vermək istəyirəm. Ona görə ki, bu il bu qəzəlin seçilməsi bir neçə baxımdan yerinə düşür. O baxımdan yerinə düşür ki, biz Zilhiccə ayının içərisində qərar tapmışıq. Zilhiccə ayında da 4 bayram vardır ki, onların 4'ü də bilavasitə Peyğəmbər və onun əhl-i beyti ilə bağlıdır. İkinci odur ki, 2025-ci il Seyid Əzim Şirvaninin anadan olmasının 190-cı il dönümü tamam olur və bütün ədəbi ictimaiyyət, dini camiyə bu yubiley tədbiri ilə bağlı öz qüvvələrini səfərbər eləyir. Çünki Seyid Əzim Şirvani həm də böyük əhl-i-beyt şairidir, Peyğəmbər aşiqidir. Buyurur beyti ki, siz dediniz, mən istəyirəm sadələşdirməsi ilə davam eləyək. Buyurur, Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin dodaqlarının, mübarək dodaqlarının kənarındakı qara xal Zəmzəm quyusunun ağzında dayanıb su çəkmək istəyən Məhəmməd Bilalıdır. Bilal-i Həbəşidir. Kənar-ı ləl-i ləbində siyah-ı xal-ı Məhəmməd, kənar-ı çeşme-i zəmzəmdədir Bilal-i Məhəmməd. Klasik poeziya 1400 ildir ki, bir salavat əhvalı ruhiyyəsinə köklənib. Anlamı salam, dua, səna olan bu sözün başlanğıc mənası fikri diqqəti bir şəxsin, bir əşyanın üzərində cəmləşdirməkdir. Məfhumun istilahi yönümü, anlayışın deməli İslami tutumu Quran-ı Kərimdə geniş əksini tapıb. Bu geniş əks ən çox mübarək Əhzab surəsinin 56-cı ayəsindədir. Həmin ayə və onunla bağlı başlıca açıqlama belədir.
Estağfirullah, bismillah. İnnallâhe ve melâiketehu yusallûne alen nebiyyi ya eyyühellezîne âmenû sallu aleyhi ve sellimu teslîmâ. Allah ve Allah'ın melekleri Peygamber'e salavat gönderirler. Ey iman getirenler, siz de ona salavat gönderin ve bütün varlığınızla ona teslim olun. Bütün varlığınızla ona teslim olun. Həşr suresinde 7. ayda buyurulduğu gibi Peygamber size neyi verirse götürün, neyi vermirse ondan uzaklaşın. Yaxud Alimran suresinin 31. ayetinde buyurulduğu gibi Allah Teala Peygamber'e tapşırır ki Kul in kuntum tuhibbunallaha de eğer Allah'ı seversinizse fettabi'uni men peygambere tabi olun yuhibbukumullah ve yaghfir lekum zunubakum vallahu gafurur rahim. Men peygambere tabi olun. Peygambere tabi olmağın 7 mərhələsi göstərilir təsəvvüfdə. Mən peygambere tabi olun. Allah da sizi sevsin, günahlarınızı bağışlasın. Çünkü Allah bağışlayan, əhvədən Allah'tır. Bu ayede yani Ehzab suresinin 56. ayetinde önce Allah ve meleklerin peygambere olan hususi sevgisi qeyd edilir. Ardıcan müminlere tapşırılır ki, iman getirenlere buyurulur ki, peygamberin derecesi o kadar yüksekti ki varlık aleminin yaradıcısı olan Allah ve Allah'ın emriyle kainatı idare eden bütün melekler ona salam gönderirler. İndiki belədir, siz de bu işe koşulun. Çünkü o yaradılış aleminin kıymetli gövheridir. Allah'ın lütfuyla, onunla, peygamberle görüşmek size nasip olsa, onun kıymetini, onun Allah ve melekleri yanındaki kıymet ve derecesini unutmayın. Müxtəlif əqidəli ravilərin nəql etdikləri çoxlu sayda hədisdə Peyğəmbərə salavat gönderilərkən Âl-i Məhəmməd ifadəsinin də salavata artırılmasının zərurliyi açıq şəkildə göstərilir, sifariş olunur, tövsiyə edilir. Hədislərinin birində Peyğəmbər sallallahu aleyh belə buyurub: Mənə yarımçıq salavat göndərməyin. Soruşdular, yarımçıq salavat nədir? Buyurdu, təkcə Allahümmə salli alə Muhammed deyib davam etdirməmək. Əslində belə deməlisiniz. Allahümmə salli alə Muhammedin və ali Muhammed. Seyyidin özünə məxsusluğu ondadır ki, Seyyid Əzim Şirvaninin özünə məxsusluğu ondadır ki, o şeirə xalı insana bənzətməklə başlayır. Mətlənin ümumi məzmuni Resulullahın xalı Bilal-i Həbəşinin Zəmzəm quyusunun yanında durmuş şəkildə quyudan su götürmək istəyən Bilal-i Həbəşi kimi qavradır. Bu, burada Peyğəmbərin mübarək ağzına istiarədir, metaforadır. Bənzətmə bir neçə baxımdan orijinaldır. Məsələn, bir o baxımdan orijinaldır ki, hələ heç bir şair rənginə, qaralıq əlamətinə görə Bilal-i Həbəşini gətirib Ağa Resulullah'ın mübarək cəmalında təsvir etməyib. Füzuninin məşhur Muhammed əsrədifli qəzəlləri belə, salavatnamələri belə bu yöndə arxada qalır. Füzuli yazır ki, Zib-i səhifə-i əzəl o nusxə-i əbəd əz nöqtə-i dane-i xal-i Muhammed est. Yəni, əzəli səhifənin və əbədi nüsxənin bəzəyi Peyğəmbərin xalının dənələrinin nöqtələrindən ibarətdir. Yaxud başqa bir misal. İn dağı-hay tazə ki bər sinə-i mənəst əz iştiyaq-ı dane-i xal-i Muhammed əst. Mənim sinəmə çəkilən yeni dağlar ki var, onlar hamısı Peyğəmbər sallallahu aleyhin xalının dənələrini bəslədiyim məhəbbətdən ibarətdir. Yəni, acı burada həm də ki, çox maraqlı Seyyid Əzim həqiqətən elə sanki sözlərlə bir rəsm çəkibdi. Doğrudan da elədir. Bəli, əslində Ləbi irfan ədəbiyyatında haqqı bəyan edən bir mənbəyə bənzədirlər.
burada da həm siyah xal deyib, o siz demişkən, xalı Bilal Həbəşiyə bənzədibdir. Birinci misrada ki, o deyir, kənarı ləli ləbində siyah xalı Məhəmməd. O ki, Məhəmməd Peyğəmbərin o ağzının kənarında olan o qara xal, aşağıda da deyir ki, kənarı çeşmə-i zəmzəmdədir Bilal-i Məhəmməd. Sanki o çeşmə-i zəmzəm də deyəndə burada bir həm müqəddəslik simvolu var, həm də ki, bu təkcə bir su qaynağından söhbət getmir də. Burada əslində ilahi mərifətdən söhbət gedir. Sanki Seyyid Əzim indi əlbəttə deyirlər o şeirin mətni şairin bətnindədir. Ancaq buradan zahirdən görsənən budur ki, burada o ki, ilahi mərifət çeşməsi deyəndə həm də Peyğəmbəri nəzərdə tutur. O Peyğəmbərin o ilahi mərifət çeşməsinin yanında olan o Bilal Həbəşi də, o da bir mürşiddir sanki. Bəli, Bilal Həbəşi Peyğəmbərin səhabəsidir, gözəl səhabəsidir, sizin buyurduğunuz kimi mürşiddir və Peyğəmbərin də o zəmzəm quyusu ətrafında durub, yəni mübarək ağzı ətrafında durub, onun sözlərini dinləyən Bilal Həbəşi həm də Peyğəmbərin hədislərinin daşıyıcısıdır. Yəni, burada Peyğəmbərin hədislərindən də söhbət gedir. Siz elə məni qabaqladınız. Mətləədəki ikinci novatorluq Seyyidin xalla ağzı vəhdətdə götürməsidir. Belə ki, kənari ləli ləb və kənari çeşmə-i zəmzəm tərkibləri assosiativ biçimdə, yəni daxili duyum formasında klassik ədəbiyyatda aparıcı yer tutan ağız boşluğu mənalandırmasını didikcə incə bir şəkildə bədii qavrayışa təqdim eləyir. O quyunun da ağzı boş olur axı. Onun da zahiri görünüşü elədir ki, orada da bir boşluq var da. Ona heç mən fikir verməmişdim, gözəl dediniz. Quyunun ağzının fiziki boşluğunu burada insan ağzının fiziki boşluğunun arkasında dayanan mənəvi dərinliyə gedən yol kimi, işarə edən yol kimi, bir işarə kimi götürür. Məsələn, Nəsimidə var bu. Deyir ki, dedilər kim dəhanı yoxdur onun. Bixəbərlər əcəb xəbər dedilər. Füzuli deyir ki, dəhənin dərdimə dərman dedilər cananın, bildilər dərdimi yoxdur dedilər dərmanın. Qasım bəy Zaki deyir ki, dedim canan məni agah qıl sirri dəhanından, dedi məzur tut elmi müəmma aşkar olmaz. Yaxud Seyyid Əzim başqa bir də deyir ki, eylər hükəma nüktəyi mövhumi müşəxəs sirri dəhənin nüktəsinə ma bilən olmaz. Azı çox maraqlıdır ki, üzr istəyirəm. Demək, klassik ədəbiyyatda adətən dəhan deyəndə, ağızdan danışanda orada bir dənə yoxluqdan da, yox sözündən də istifadə edilir. Amma əslində deyirlər ki, o ağzın özü bir belə deyək də, bir cism olaraq əslində yoxdur axı. Məsələn, Məhəmməd Füzulinin o söz qəzəli var. Birinci, orada elə mətləbə etər. Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz, bu nə sirdir kim olur, hər ləhzə yoxdan var söz. Düzdür, bu bəzi ədəbiyyat kitablarında görürsən ki, bunun şərhin belə verirlər ki, sanki orada Məhəmməd Füzuli insandan danışır. Allahın insanı yox yerdən yaratmasından danışır. Əslində isə orada məsələn Füzuli sırf ağızdan danışır. Orada yoxluqdan. O çünki belə deyək də insanın bədən üzvlərini tutaq ki, gözü çıxarsan ayrıca bir kənara qoysan, deyərlər bu gözdür. Qulağı ayrıca bir kənara qoysan, deyərlər bu qulaq. Məsələn dişi kənara qoysan, deyərlər dişdir. Amma ağız yoxdur axı. Ağız kompleksdir. Bəli, o dişin, dilin, ulağın, yuxarı çənə, aşağı çənə bunların birləşməsindən yaradılan bir boşluqdur. Çox düz buyurursunuz. O fiziki tərəflərin əmələ getirdiyi ürəyin, qəlbin yox, könlün atributudur, əvəz edicisidir. Düzdür, tamamilə düzdür. Buyurun Azam. Bu isə yəni sizin qeydləriniz, bizim duyğu və düşüncələrimiz istər-istəməz Peyğəmbər sallallahu aleyhin mübarək doraqları arasından çıxan parlaq hədislərini bəhs mövzusuna çevirir. Məsələn, Füzuli Peyğəmbərə müraciət edən bir rübaisində onun müxatab qərar verərək yazdığı bir rübaidə deyir ki, ey üqdə güşayi əcəmü türk ərəb rəssam-ı rüsum-ı fəzl-ü asar-ı ədəb
məzmun-i hədisin səbəqi hər millət, dəva-i qəbulün sənədi hər məzhəb. Bunu, yəni bu mətləbləri gərəyincə başa düşməkdən ötürü məşhur Füzuli beytinə göz gəzdirmək yetərlidir. Füzuli deyir, münhi mərifəti, söhbət Peyğəmbərdən gedir, nəhətdir. Münhi mərifəti hal dili ilə daim qılır əhli əsrar-ı həqiqət inha. Buyurur ki, Peyğəmbərin mərifətinin, mərifətullahın Peyğəmbərdəki təzahürünün xəbərçiləri, nişanələri, xəbərləri hər bir vəziyyətə uyğun olaraq deməli, haqq əhlinə, həqiqət tərəfdarlarına həqiqət sirlərini, gerçəklik incəliklərini çatdırır. Və bu yolda Bilal-i Həbəşi bir halqadırsa, Bilal-i Həbəşinin bir halqa kimi funksiyası, vəzifəsi əksini tapır harda? Mübarək Peyğəmbərimizin mübarək dodaqlarına yaxın olan xalda, qaralığına görə və o xalın ətrafında dayanıb su çəkdiyi zəmzəm suyundan böyük nemətimiz yoxdur dünyada zahirən. O zəmzəm suyunun batini, mənəviyyatını, Peyğəmbərimizin mübarək ağzından çıxan inciləri, sözləri aləmə yaymaqda. Həm də hazır elə klassik ədəbiyyatda xal düzdür, zahiri gözəlliyə işarə olsa da, həm də bir batini, ilahi batini bir gözəlliyə də işarədir. Mütləq elədir. Məsələn, Məcnundan soruşurlar ki, bu Leyli bir qara qızdır, sən bunun nəyinə aşıq olmuşsan? Cavab verir ki, bütün aşıqlar, bütün sevənlər istərlər ki, onların sevgilisində, məşuqəsində bir qara nöqtə də olsun. Allaha şükür olsun ki, mənim məşuqəm özü başdan ayağa bir xaldır. Qara xaldır. Bəli. İkinci beytdə Seyyid Əzim Şirvani bu salavatnaməni, bu salavatiyyəni davam etdirir. Gözün bəbəyi ilə, yazı ləvazimatları ilə və rəsim alətləri ilə. Görək necə davam etdirir. Çəkər bəyazinə mehri münir mərdüm-i çeşmim, kim ol bəyaza çəkə surəti misali Muhammed. Deyir, gözümün bəbəyi bir şagird kimi qarşısındakı ağ vərəqə işıqlı bir günəş yaxud məhəbbət rəsmi çəkir. Məqsədi də, gözümün bəbəyinin məqsədi də odur ki, bəlkə qiyamət günündə Həzrəti Məhəmməd sallallahu aleyhi və səlləm onun əməl dəftərinə, bəyazına, özünün timsalının şəklini çəksin. Yəni, Peyğəmbərin sahabəsinin həyat və fəaliyyətini öz Peyğəmbərlik möhrü ilə və Peyğəmbərlik səlahiyyəti ilə Peyğəmbərlik çərçivəsi daxilində təsdiqləsin, yaxud Tanrı qatında, Allah dərgahında ona şəfaət etsin. Mərdüm sözünün bir anlamı bəbəkdirsə, bir mənası da xaldır. Bir anlamı bəbəkdirsə, bir anlamı da insandır. Yəni, insanın bir hissi kimi xal mənasında nadir hallarda işlənər. Elə biz insan götürək. Odur ki, göz bəbəyinin bəyaza, yəni dəftərçəyə neysə çəkməsi, istər şəkil, istərsə də sürtmə, hopturma yolu ilə nəsə həkk etməsi, çəkməsi çox yerinə düşür. Ol bəyaza çəkə tərkibinin Həzrəti Məhəmmədlə bağlı aldığı şəfaət və şahidlik mənaları beytin ümumi məzmunu və fikri axarını qat-qat genişləndirir. Deməli, şair burada olduqca, dedikcə çox qatlı, çox şaxəli bir bədii kombinasiya qurub. Necə? Belə ki, bu kombinasiyanın bir ucu lirik mən'in, Seyyid Əzim Şirvaninin, şairin göz bəbəyindədirsə, bir ucu da dini müqəddəsatın ruhu mənəvi siqrətindədir. Bunlardan birinin maddi, təbii fiziki, birinin isə sırf
mücərrəd, batini göz mənasında. batini, bəli, ruhu mənəvi olmasının özü də başqa bir bədilikdir. Beləliklə, beyt bir neçə cəhəti özündə birləşdirir. Həmin cəhətlərdən biri axır zaman Peyğəmbərə bəslənilən sevgidir. Mübarək Əhzab surəsinin 6-cı ayəsi bunun başlıca İslami söykənəcəyidir. Həmin ayədə Allah Teala buyurur ki, Ən-Nəbiyyü avlə bil-müminə min ənfusihim. Peyğəmbər bütün möminlərə möminlərin öz canlarından da nədir? Qiymətlidir, şərəflidir, üstündə onların gözündə və əzizdir. Bax, bu imkan verir ki, ümmət Peyğəmbəri hansı ölçüdə və nə dərəcədə sevəcəksə onu müəyyənləşdirsin. İkinci cəhət, axır zaman Peyğəmbərdən gözlənilən şəfaat ümidləridir. Şəfaat sözünün lüğəvi mənası yapışdırmaq, birləşdirmək deməkdir. İslahi mənası Peyğəmbərlərin, ən çox da axır zaman Peyğəmbərin ümmətlər üçün, ən çox da öz ümməti üçün Allahdan, Tanrı qatından, Allah dərgahından bağışlanma istəməyidir. Üçüncü cəhət, name-i əmaldır, əməl dəftəridir. Biz düşdü göz əməllərimizdən bu günlərə qoyma, həmişəlik belə artsın məlalımız. Əməl dəftərinin günah səciyyəli, cinayət xarakterli əməllərdən təmizlənməsinin də yolu Peyğəmbərə bəslənilən sevgidən və ondan umulan şəfaət niyyətindən gözlənilir. Dördüncüsü də Nur-i Məhəmmədidir. Ona əql-i kül də deyirlər. Çünki bütün bunlar Peyğəmbərin nuruna və bütöv tam əqlinə gedən yolun başlanğıcıdır. Beləliklə, bütün bu anlayışları təfərrüatlı və təfsilatlı biçimdə götürdükdə Seyyidin bu beytdə necə bir əngin üfüqli bədiyyət nümunəsi yaratdığı tam gücü ilə ortaya çıxır. Alır mənim Seyyid qəzəli 3-cü beytinə belə davam etdirir. Nə meyli bağı behişt eyliyər, nə huri, nə qılman, əgər müyəssər ola dövləti vüsal-ı Məhəmməd. Buyurur ki, Həzrət Məhəmməd sallallahu aleyhi və səlləmin görüş xoşbəxtliyinin və sərvətinin aid olduğu kimsə daha heç bir şey arzulamaz. Dövlət sözü qədim Azərbaycan dilində səadətdir, xoşbəxtlikdir. Bu anlamları verir. Sözün ərəb-fars dillərindəki sərvət anlamı da burada yerinə düşür, özünü doğruldur. Beytin başlıca ideyası Rəsulullahın behiş bağından, huri və qılmandan üstün tutulmasıdır. Digər tərəfdən bu, ahirətin bu dünyadan üstün tutulması fikrinin bədii ifadəsinə qulluq edir. Halbuki cənnət Allah-u Teala'nın deməli, bəndələrinə verdiyi ən böyük neymətdir. Belə ki, Quran-ı Kərimdə bu barədə cənnət haqqında 246 ayə əksini tapıb. Ötəri deyildir ki, cənnətin geniş təsvir olunduğu yerlərdən biri də axır zaman Peyğəmbərin mübarək ismi ilə adlanan 47-ci surəsindədir. Məhəmməd surəsinin 15-ci ayəsindədir. Həmin ayənin əvvəlinci qismi belədir. Estağfirullah, bismillah. Məsəlül cənnətilləti vu'dəl muttəqun fiyhə ənharun min məin qayri əsinin və ənharun min ləbənin ləm yətəğəyyər ta'muhu və ənharun min xəmrin ləzzətin lişşaribin və ənharun min asəlin musaffən və ləhum fiyhə min kulli təmərati və məğfirətun min Rabbihim. Tərcüməsi belədir. Müttəqilərə, təqvalılara Allah qarşısında tam şuurlu məsuliyyətlə ömür sürənlərə vəd olunan cənnətin vəsfi belədir. Deməli, orada dadı dəyişməyən, qoxumayan sudan
irmaqlar var. Tamı çönməyən süddən çaylar mövcuddur. İçənlərə ləzzət verən şərabdan nəhrlər var və təmiz baldan irmaqlar vardır. Orada onları, möminlərə hər cür meyvə və Rəbbi tərəfindən günahlardan bağışlanma gözləyir. Bax, bunlar, yəni bayaqdan deyilənlər ki, gəlir, bağlanır, əlaqələnir bu ayələrlə, bu ayə də əksini tapır, qərarlaşır. Peyğəmbərimizin mübarək ismi ilə adlanan surə ilə bunlar bizə yol açır ki, imkan verir ki, biz Seyyid Əzim Şirvaninin bütün beytlərini, Quran ayələri, Peyğəmbər hədisləri və Əhl-i Beyt imamlarından gələn xəbərlər üzərində qurduğunu düşünək, bunu iddia eləyək. Mən də bilirəm ki, növbəti beytə keçməzdən əvvəl bu qeydlər haqqında bizim də, sayğılı seyircilərimizin də düşünə bilməsindən ötürü bir qədər fasilə yaratsaq, biraz da yerinə düşər. Həm də ki, Hacı, burada çox gözəl bir mətləb də var. Siz gözəl vurğuladınız ki, Seyyid Əzim Şirvaninin və onun kimi böyük klassiklərin bu cür beytlərin şərh eləməkdən ötürü mütləq şəkildə Quranı bilmək lazımdır. Hədislərdən xəbərdar olmaq lazımdır. Müəyyən qədər fiqhdən xəbərdar olmaq lazımdır. Fəlsəfədən, irfandan. Çünki onları bilməsən bu beytlərin şərhini vermək həqiqətən də bəlkə də qeyri-mümkün olar. Çünki burada məsələn elə özün məsələn o kəslər ki, nə cənnətə meyl eləməz, nə hur istəməz, nə qılman istəməz, nə bilim, onlar ancaq nəyi istəyərlər? Rəvayətlərdə gəlib ki, siz indi bunları məndən daha gözəl bilirsiniz əlbəttə. Rəvayətlərdə gəlib ki, bəzi insanlar var ki, cənnətin şövqündən ibadət eləyərlər. Bəzi insanlar var ki, cəhənnəmin qorxusundan ibadət eləyərlər. Amma bəziləri də var ki, Allahı istəyərlər, Allaha qovuşmaq üçün ibadət eləyərlər. Allahın razılığını əldə etmək. Burada da elə dövlət-i vüsal-ı Məhəmməd deməkdə əslində Peyğəmbər Allahın təcəllisi olduğuna görə, Peyğəmbərə qovuşmaq elə Allaha qovuşmaq mənasında olduğuna görə, burada da Peyğəmbərə qovuşmaq əslində o bizim niyyətimiz, hədəfimiz cənnət ola bilməz. Bir insanın hədəfi cənnət ola bilməz. İnsanın hədəfi Allaha qovuşmaqdır. Sadəcə olaraq cənnət orada bir yerdir, bir məkandır, bir vasitədir. İndi ona hər nə ad qoysan olar da. Amma ki, o bizim hədəfimiz ola bilməz. Əslində elə Seyyid Əzim Şirvani də burada onu nəzmə çəkib ki, Peyğəmbərə qovuşmaq əslində elə Allaha qovuşmaqdır. Çünki Quran-ı Kərimdə sözünüzə qüvvət üzr istəyirəm. 12 yaxud 14 yerdə var ki, Allaha və onun Peyğəmbərinə itaət edin. Yəni Peyğəmbərə itaət, Allaha itaət qədər önəmlidir. Bəli. Ona görə həqiqətən də o belə deyək də, o dini bilgilərdən agah olmayan insanlar həqiqətən də bu beytləri şərh eləsələr də ancaq zahirinə onu baxıb, ancaq o cür qiymət verib, o cür şərh eləyə bilərlər. Bu da ona oxşayar ki, iri bir okyanın, sakit okyanın qırağında durasan, kənarına gedib dayanasan, o amma əlvi okyanın suyuna vurmayasan. Allah razı olsun. Allah sizi var eləsin, Allah elmimizə, ömrümüzə bərəkət versin. İnşallah növbəti verilişimizdə bu dəyərli əsərin digər qalan misralarında, beytlərində şərh eləyərik. İnşallah. Var olun. Əziz və dəyərli izləyicilərimiz, bugünkü verilişimizdə Seyyid Əzim Şirvanın qələmə aldığı bu dəyərli əsəri təhlil elədik müəyyən qədər. Gələn verilişimizdə də inşallah əsərin davamını sizlər üçün şərh edəcəyik. Allaha əmanət olun. Ey Füzuli, intihası zövq buldun. Ey Nəsimi, çünkü iş fəndli əlindən işlənir. Şərh zülfün gecələr seyyidi qoymuş didar. Gerçi əfsanı uzandıqca gözü xab. Öylədir hərdiş ki, həqqavli ilə qılsan iqtidar. Gerçi əfsanı ağzı qəlbi